Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizlə riyaziyyat severlər üçün dərsində yenidən görüşürük. Bu mövzuda müxtəlif tipli maraqlı məsələlər həll edəcəyik. Məsələ 1. Kök altında 7 çıxaq 4 kök altında 3 çıxılsın kök altında 7 plus 4 kök altında 3 ifadənin qiymətini tapın. Həll et. Əvvəlcə verilən ifadəni bir A ilə işarə edirəm. 7 minus 4 kök altında 3 çıxaq kök altında 7 plus 4 kök altında 3. Və birinci kök altı ifadə 7 minus 4 kök altında 3 kiçikdir 7 plus 4 kök altında 3. Çünki burada minusdur, azalır, bu plusur. Ona görə də buradan alınır ki, A kiçikdir 0 olmalıdır. Çünki kiçik ədəddən böyük ədəd çıxılır. Hər iki tərəfi kvadrata yüksəldirik. A kvadrat bərabərdir. Kök altında 7 çıxaq 4 kök altında 3 çıxılsın kök altında 7 plus 4 kök altında 3. A minus B'nin kvadratı bərabərdir. A kvadrat minus 2AB plus B kvadratı düsturunu tətbiq eləsək, alırıq 7 minus 4 kök altında 3 çıxaq 2 kök altında 7 minus 4 kök altında 3 vuraq 7 plus 4 kök altında 3. Üstə gəl 7 plus 4 kök altında 3. 4 kök altında 3 müsbət mənfi islah oldu. 7, 14 çıxaq 2 kök altında 49 çıxaq 48 alırıq. Bu da bərabərdir. 14 çıxaq 2 vur 1, 14 çıxaq 2 bərabərdir 12. A kvadrat bərabər oldu 12-yə. Buradan çıxır ki, A bərabərdir plus minus 2 kök altında 3'e 12'den kök altında 12'den 2 plus minus kök altında. A kiçikdir 0 olduğundan buradan çıxır ki A bərabər olmalıdır mənfi 2 kök altında 3'e. Beləliklə verilən ifadənin qiyməti mənfi 2 kök altında 3'e bərabər.